Selam uşaqlar. Bugün dərsliyimizin 135 və 136-cı səhifələrini yerinə yetiririk. Gəlin suallarla bir tanış olaq. Birinci sualımız. Deməli, könündə 3-dür, içində 4-dür. Bu eləyir neçə? 34. Üstəgəl. 5, bu da 4. 54. 34 ilə 54-ü toplayanda eləyir 88. Cavab alındı. 6, o da 3. Eləyir 63. Çıx. 4, o da 5. Eləyir 45. 63-dən də 45 çıxanda qalır 18. Cavab doğrudur. 3, o da 4. 34. Üstəgəl. 4, o da 5, 45. 34 üstəgəl 45. Çıx. 6, o da 3, 63. Bərabərdir. 34 ilə 45-i toplayanda eləyir 79. 79-dan da 63 çıxanda eləyir 16. Cavab B bəndi. İkinci sual. 12 olub 17. 5 artıb. Bunu bilmirik. 19 olub 16, amma 3 azalıb. Deməli, əgər 5 artıb 3 azalıbsa, onda burada da 3 azalmalıdır. 17-dən 3 çıxanda nə qalır? 14. 14-ün üstünə də 5 gəlirik. Eləyir 19. Deməli, buradakı cavabımız 14-dür. Amma gəlin o biri məntiqi də tapaq. 16 olub 14. Çıx 2. 14 olub 11. Çıx 3. 11 olub 9. Çıx 2. Burada da məntiqimiz budur. Çıx 2. Çıx 3. Cavab C bəndində. Üçüncü sualla davam edək. Deməli, verib bizə 1, 8, 2 olub 7, 6, 5, 3 olub 8. Burada corabın bir özünə görə məntiqi var. Köynəyində özünə görə məntiqi var. 1-in üstünə 8-i gəlirik. 9. 9-dan 2-ni çıxırıq. 7. 6-ın üstünə 5-i gəlirik. 11. 11-dən 3-ü çıxırıq. 8. Deməli, corabdakı məntiq nədir? Toplama, sonra da çıxma. Köynəkdəki məntiqimiz ikisini də elə toplayırıq. 3-ün üstünə 2, 5, 5-in üstünə 1, 6, 4-ün üstünə 8, 12, 12-nin üstünə 6, 18. Deməli, buradakı məntiq də ikisini də topla. Corab məntiqi ilə başlayaq. Birinci toplayıb sonra çıxırıq. Deməli, birinci toplayırıq, sonra çıxırıq. 8-in üstünə 9, 17, ikisini çıxdıq, 15. Köynəyin məntiqi ikisi də toplamadır. 5-in üstünə 3, 8, 8-in üstünə 6, 14. Bunları toplayanda cavab edir 29. C bəndində verilmişdir. Dördüncü sual. Bu dördüncü sualın demək var ki, eynisindən işləmişik, amma biri təkrar olaraq verilib. A 16'dır, B 8'dir. Birinci ananası tapırıq. 16, bu da 8. 16'ın üstünə 2. eləyir 18. 18-dən də 8 çıxanda qalır 10. Deməli, buradan birinci mötərizədən cavab çıxdı 10. Üstəgəl. İndi bu mötərizəyə baxırıq. A 16'dır, B 8'dir. 16'nın üstünə 5, 21. 8 çıx 2, 6. 21-dən 6 çıxanda qalır 15. Deməli, buradan da çıxdı 15. Yox, burada toplamadı. 21 üstünə 6, 27. Burada toplamada çıxma görmüşəm. 21 üstünə 6 eləyir 27. Aha, deməli, buradan cavab çıxdı 27. Onun üstünə 27, o da eləyir 37. Cəbənd. Tərəziləri əvəz eləyik. Bir dondurma 3 popkorma bərabərdir. Onda bu dondurmanı buradan götürürəm. Yerinə 3 dənə popkorn yazıram. Nəticədə 4 dənə popkorn 2 dənə kartoşka freyə bərabərdir. Düzdür? 4 popkorn bərabər olur 2 kartoşka freyə. Bunu 2'ye ayırsam, hər ikisini tən yarı ayırsam, onda 1 kartoşka free bərabər olur 2 popkorma. Bizdən də onu istəyir. Cavab A bəndində verilib. Növbəti.
A, C, A, C. İkisindən də 2 dənədir. Buradan gedə bilmirik. C, B, B, B. Aha, 3 dənə B, bir dənə C var. Deməli, B'lər oldu 3. B'lər oldu 3. Onda C olur 5. C'lər 5. B'lər 3. Onda birinci sırada C'lər 5'dirsə A'lara düşür 2. Sonda bir dənə qaldı 6. Bunların hamısını yerləşdirdik. İndi D 6, C 5, 65, B 3, B 3. 65 çıx 33. O da eləyir 32. İndi bunları burada tapmalıyıq. B'lər 3 idi. A'lar 2, C'lər 5, D'də 6. Bizə nə cavab lazımdır? 32. O da var A bəndində. Deməli, kəpənək 2 olarsa tapaq. Bura 2 yazaq. 2 üstünə 3 eləyir 5. 5. 2 çıx 1 eləyir 1. Yuxarıda oldu 51. Çıxılsın. Çıxma. 2. 2'nin üstündə də 6, 8. 1'dən 8 çıxmaq olmur. 5'dən pay götürürük. 1'ə də pay veririk. 11'dən 8 çıxırıq. 3, 4'dən də 2, 2. Cavab eləyir 23. İndi bu 23'ü yazırıq bura. 3'ün üstünə 7, 10, 0 yazdıq. 1 yatdı. 2'nin üstünə 1, 3, 1 də yatdı 4. Cavab 40 A bəndində verilmişdir. Cədvəl. 2 dənə A 8 olub. Onda A'lar neçədir? 4. 7'nin yuxarısı B, qırağı 4'dür. Onda B olur 3. Yəni 4'ün üstünə neçə gəlsəm 7 eləyir. 3. İndi C-ni tapırıq. C-nin yuxarısı 3, 9'un yuxarısı 3'dür, qırağı C-dir. 3'ün üstünə C-ni gəlmişik 9 eləyib. 3'ün üstünə neçə gəldi? 9 eləyir. 6. C-ni yazdıq yerinə. Deməli, buradakı məntiqimiz də nədir? Vurma. 6'ın yuxarısı brilliant daşlı deyək, nə daşlı bilmirəm. Yəni zinət əşyasıdır. Qırağı 2'dir. 2'ni neçə vursam 6 eləyər? 3'ə. Deməli, bu elədi 3. İndi bizdən zəngi istəyir. Zəngin yuxarısı 6, qırağı 3'dür. Yəni 6 vur 3. O da eləyir 18 D bəndi. 9'daki məntiq. 16, 325, 42, 463, 33, 402 ortadakı rəqəm yoxdur. Buradakı məntiqi izah edeyim uşaqlar sizə. Əvvəlcə bunları toplayırıq. 3'ün üstünə 2, 3'ün üstünə 5, 8, vur 2, 16. 4'ün üstünə 3, 7, 7 vur 6, 42. Deməli, birinci və üçüncü ədədi toplayırıq, ortadakı ədədə vururuq. İndi bizdə cavab 30 olub. 4'ün üstünə 2 eləyir 6. 6'nı neçəyə vuranda 30 eləyir? 5'ə. Cavab A bəndi. Hər fiqurdan 3 dənə olmalıdır və rəngli hissə hər dəfə dəyişməlidir. Və deyək ki, 3 bucaqdan 3 dənə var. 3 bucaqlar getdi. Dairədən də 3 dənə var. Deməli, bizə lazımdır kvadrat. İndi baxırıq. Rəngləmə bir dəfə yan hissədədir. Bir dəfə üst hissədədir. Bir dəfə də alt hissədə. Dairədə də alt hissə, yan sağ hissə, üst hissə. Deməli, üst, alt, yan sağ. Üst, alt, yan sağ. Üst var, alt var. Deməli, yan sağ yoxdur. O da buradadır. Cavab C bəndi. Yuxarıdakı şəkil aşağıdakilərdən hansı ilə birləşdirirsə kvadrat əldə edilir. Əvvəlcə biz bunu özümüz kvadrat eləməliyik. Kvadrat elədik. Bizə belə bir hissə lazımdır. Bunu da rahat rəngləyirəm ki, rahat tapa bilək. Bizə belə bir hissə lazımdır. Görək bu hissə hardadır. C bəndində. C bəndini götürdük. Sonuncu sualımız. Yuxarıdan aşağı baxırıq
və hansını görürük? Yuxarıdan aşağı baxanda ölçüsü kiçik olanlar görsənmir. Bax, görsən bu kiçilir, deməli görsənməyəcək. Bu da ondan sonra kiçilib, görsənməyəcək. Bu da ondan sonra kiçilibsə görsənməyəcək. Görsənənlər nədir? Sarı, sonra gəlir qırmızı, sonra yenə sarı, mavi və tünd göy. Deməli 5 rəng görsənməlidir. Sarı, qırmızı, sarı, mavi, tünd göy. Sarı, qırmızı, sarı, mavi, tünd göy. O da var A bəndində. Bugünkü dərsimiz bu qədər. Ümid edirəm ki, bütün tapşırıqları başa düşdük.